Nə oldu? Nə şəkildəysən? Axırıncı səfər harda qalmışdıq? Burada qalmışdıq, eləmi? Neyniyək? Gedirik, index dərs bunu götürdük aradan, girdik buna. Bizdə admin var idi. Admin içində bu hissədə nə etməliydik? Artıq əməliyyatları yazmalıyıq da tez-tez. Bu hissədən indi biraz bu niyə bu gündədir? Bunu biraz qəşəng şəkildə düzəldək. Script admin var idi burada. Tamam. Script admin içində mənim image hissə hardadır? Bunun zəhmət olmasa 50 pikselin 50 pikselə ver. Biraz da P ver. P1 Mirzad nasıl olsun? Tamam. Admin panel dediyim belə görsənər. Bu nədir? Bu nə əlaqədardır? Bir dənə də datamızı qəşəng bir dənə 0 yaq düzəldək. O 7 dənə generate elə. Baxmayacağım 7 datada problem var. Bu qədər bəs eləyir bizə hələlik. Lap biraz da çoxalt. Tamam, 10, 11 dənə. Biz nəsə əməliyyat yazmışdıq bunların üstündə. Hələ heç bir əməliyyat yazmamışıq, düzdürmü? Bir dənə ekrana vurmağı yazmışıq. İndi bir dənə nə etməliyik? Sadəcə gedib bunlara bir dənə post əməliyyatı, getmet əməliyyatı hamısına uyğun yazmalıyıq, düzdürmü? Gedərəm, nə edirəm uşaqlar? Birinci şəkildə bunları zadı düzəldim, normal hala salım. Get bunlara denən ki, qardaş, siz biraz böyük olasınız, text biraz 15 pikseldən zaddan olun. Sən rəngin neydi? Olmur. Bəlkə də elə 25 piksel desəm. 25 piksel daha şey görsən. 25 piksel biraz rənglərində düzəlir. Adətən bu nə rəng olur? Bıcı red olur. Bu da ki yaşıl zad olur. Çox bax. Ya da göy olur, mavi olur. Mavi yox. Bıcı niyə tekst elə də? Tamam. Tekstlərim. İndi normal şəkildə görsənir. İndi mən demək istəyirəm ki, bunların silinməyini zaten bilirik. Silinməyi və s. servislərin hamısını gedək tez-tez yazaq. Bunları düzdürəm millət. Get all news var idi bizdə. Bunu bir dənə delete news verək. Delete news by nə? By ID. Düzdürmü? Mənə buradan ID-m gələcək. Burada news'dan sonra nə gedəcək? Bura ID gedəcək. Bura bəktliklərim gəlməlidir. Düzdürmü? Ondan sonra bunun əməliyyatı nə getməlidir? Metodu nə olmalıdır millət? Metodu delete olmalıdır. Qalan bir şey dəyişməlidir. Baxın görək. Məncə heç nə. Ondan sonra post olacaq bir dənə. Post əməliyyatım nə eləməlidir? Özdə delete böyüklə başlamaq. Post. Create new news. Create news olsa bəsdir. Tamam. Burada ID gəlməyəcək. Nə gələcək bizə? Nə gəlməlidir? Təzə news gəlməlidir. Düz deyilmi? News gəlməlidir ki, bunu post eləyəm. ID lazımdır burada. Nə lazımdır? Deyin görüm. Metod olaraq post. Başqa? Header. Header'ın içində nə yazırıq? Aktiv? Yox. C ilə başlayan bir şey. A ilə başlayan ikincidir. Content nə? Type. Content type nədir? Content type. A ilə başlayan bir şey. Bu case. Application. 100%. Application. Başqa nə lazımdır? Post eləyirik. Göndəririk nəsə. Body. Burada nə lazımdır? 100% ki. Yəni bilirik əməliyyatlarımız. Create news da hazırdır. Başqa nə lazımdır? Putdan patchdən. Düz demirəm. Put.
Baxaq da, nə qoyaq da edit news. Hələ bunları yazaq, həll eləyərik millət. Yaxşımı? Tamam. Bunları göndər, delete news, create news. Buranı delete'di, create'di. Bu əməliyyatları buradan çıxartdım. İndi gedib deyirəm ki, bu əməliyyatlar məndə olacaq. Admin JS-də, tamam. Bunu da 90 eləmək yerinə ölçüsünü adam kimi kaş bir şeyin içine salaq. Class container mx auto mx auto bu 90'a ehtiyac yoxdur məncə burada. Tamam. Gözəl. Burada bir dənə background verək, belə sheet durur. Ümumi olaraq body'yə. Nə verək? Bundan göy ilə uyğun olan rəng nə var? Nə var millət? Belə boz rənglərdən zaten gedər. Bu nədir? Bir dənə, 3 dənə 8, 3 dənə 4. Tamam, olsun da belə, qalsın belə. Şu. İndi aslında qara da gedərdi, belə qaraya yaxın bir şey. Şu. İndi nə yazmalıyıq? Mən deməliyəm ki, məndə delete əməliyyatı olsun. Delete əməliyyatımız rahatdır, düzdürmü? Delete əməliyyatında nə edirik? Script admində bir dənə gəlirəm. Məndə newslarım harda çıxır? O newslarımı burada sildə, trashkanda deyirəm ki, sənə bir delete əməliyyatı olacaq. Nə olacaq? On click bərabərdir nə? Handle delete. Bunun içində nə getməlidir millət? Artıq bildiyimiz şeylərdir. ID. ID'miz Allah. ID düzdür. Number olmalıdır bizdə mockda. Baxın. Tamam. Amma hər ehtimala qarşı yenə görürsünüz, məsələn burada stringin içində bu şeyə görə. Bax string olaraq görsən, hər ehtimala qarşı nə eləyin? Bunu dırnaqların içində yazın. Ondan sonra bir dənə bizdə script admin JS-də olsun ki, nə? Function yuvasında. Const nə? Handle delete, düzdürmü? Handle delete bərabər nəyə? Functiona. O functionda nə edəcək məndə? 100%. News.id. O function məndə ID-ni götürəcək. Ondan sonra nə işləyəcək məndə? Delete news by ID. Bunun içinə nə gedəcək? ID gedəcək. Düzdürmü? Baxıram görəm. Millət demirsiniz ki, bura Windows-da yazmalıyam. Burada const'u silməliyəm. Çünki artıq şeyə çıxardırıq, Windows-a çıxardırıq. Düzdürmü? Function yazmaq. Function zaten qoymuşum. Hə. Bir dənə hal-hazırda baxanda elə belə bundan denən title 1 getdimi? Getdi. Tamam. İndi bir dənə siz buradan refresh eləməyəsiniz deyə nə etməlisiniz? Gedirdiniz. Buradan da eynisini silirdiniz da. Bizdə gələn nədir? Data. Datadan nə edirəm? Eynisini filtr eləyirəm. Əgər hansı ki mənim ID-im item.id-im bərabər olmayan nəyə? Məndəki ID-mə. Düzdür. Bunu saxlayıram. Təzə dataya atıram bunu. Ondan sonra da nə edirəm? Print eləyirəm. Bir də ki, bunu zəhmət olmasa async await-də ki, səni gözlə, ondan sonra elə. Bir dənə nə eləməmişəm, fikir verin, buranın için təmizləməmişəm. Ona görə alta getdi, çıxartdım. Bunu da eləyəndən sonra qəşəng şəkildə silindi hər ikisindən. İndi məndə create əməliyyatı olmalıdır. Bir dənə create əməliyyatını maraqlı hissələrə keçirik. Create əməliyyatı gedib düşməlidir hara? Mən istəyirəm ki, container buradan bir dənə yuxarı burada button olsun. Bu add news. Tamam. Add news olsun burada. Burada bir dənə class ver. P. Bunu bilirsiniz. Bax.
Bilirsiniz bu məsələni? Text. Bunu burada ayrı-ayrı yazmaq istəməyəndə bu vertikal olaraq, bu da horizontal olaraq tutsun deyəndə yadınızda CSS-də verdiyi 10 piksel 20 pikselə. Burada da bu qaydada vermək olur. Azmaz. Tələsdik biraz. Bir də ki, PY5VH-ı bura yox, bura qoyaram ki, bunlar normal dayansın. Sən də MY dayanarsan 10 piksel. Ayşə. Nə? Süper. Uca oldu. Qəşəng şəkildə oldu. Bir də bunu keçim sağa keçirdim, nə olar? Ya da keçməyim, boşver. Всё, qalan heç nə qalmadı. İndi buna basanda məndə bir modal açılmalıdır. Input. Gedərəm modalımı Tailwind input modal. Tamam. Flowbyte-da deyilənə görə var. Flowbyte-dan input modalı götürərəm bir dənə. Yes, I'm sure. Login var. Promoyuna create new product. Gördünüz? Get bunun götür. İkisini də. Gəl yapışdır bir sən hara? Promoy olaraq bura gəl yapışdır. Konteynerin içinə add newsun. Biz konteynerin içində olmasa da olar. Elə bura əlavə eləyək. Tamam. Bura əlavə eləyək. Bax bu bizim modalımızdır. Bu da həmin buttondur. Deyilənə görə. Baxaq. Asol, toggle modal. Toggle modal işləmir hal-hazırda. Çünki gedib bunun heç nəyini yükləməmişik. Quick Start'a bir dənə gedim. Bunun buradan CDN-i var idi. Var. Bunun bir dənə buradan CDN-i zəhmət olmasa götür. Get at. Mən də adminimə. Sən bura gəl. Səndəki skript olaraq. Bura gəl. Ondan sonra baxım görüm işləyirmi? Süper. Əla. İşləyir. Getdim Flowbyte-dan bunu qoşdum. Amma məndəki istəyirəm ki, bu buttonda olsun da o funksiyam. Ona görə gedib baxıram ki, buttona görüm nə veriblər ki, bunlar onlarda olubdur. Hara yapışdırdım onu mən? Adminə də. Tamam. Data modal target. Data modal target veriblər. Data modal toggle veriblər. Bunları götürərəm. Bunu buradan silərəm. Bunu buradan silərəm. Bunu gedib verərəm öz buttonuma. Eyni atributları. Ondan sonra mənim də buttonum bu şəkildə işləyər. Oldu. Bir dənə də real olsun deyə kursoruna, kursor pointer'dan da qoyaram. Son dərəcə realına. Qəşəngdir işləyir. Bizdə indi nə olmalıdır? Name'dir, price'dir, kateqoridir, product description'dır və s. Gedək yazaq. Tez. Məndə olmalıdır. Kateqori zor. Kateqori ilə bunlar qalsa olar. Məsəl üçün, kateqori statik olaraq sizdə kateqori varsa datanızda, gedirsən yenə çıxırsan. Sonsuzda mən... Hə? Bu dəfə qayıtmırsan. Onsuz da qaydada mənə deməmişsən. Niyə bu qədər önəmlidir? Tamam. Videosuna baxarsın. Kateqori əgər bir hissəniz varsa, oradan dataları gətirərsiniz. Yoxdursa, promoy olaraq verin. Elə buradakıları versəz, çox da problem deyil. Neyimdir? Yəni da özünüzdən əlavə eləyə bilərsiniz. Ya da ki, gedin özünüzdən kateqori olaraq bir nə sala bilərsiniz? Əlavə MoKP'nin datasına olsa çox bir şey sala bilməzsiniz. Buradan əlavə close. New resource basanda create vermir bizə. Çünki niyə? Çünki require subscription. Çünki kasıbıq. İkinci şeyi vermir. Datanı vermir. Çox da ehtiyac yoxdur uşaqlar. Onsuz da kateqori olsa kateqori məfliyib basasınız. Olmadı başqa kateqorida. Qutardı getdi. Bizdə nə var? Name'dir. Başqa nədir?
Deyin görək, title'dır, yəni title'dır, news, title. Bir dənə burada close mu var? Create new post news deyirəm. Tamam. News title yazdıq. Price deyil bizdə nədir? Nə var bizdə? Yox, view-nu şeyə əsas eləməyəcəyik da. View-nu özümüz postlamayacağıq hər halda. Contentdir, image'dir, date'dir. Tamam. Nə? Çox da yaxşı bir date verməyib, hə. Amma yox, heç nə olmaz. Biz date-ə oxşar şəkildə. Bizim puşladığımız data özümüz data puşlayarıqsa, date-ə oxşar şəkildə olar. Nətər? Gedərəm buradan bax bu input görsən, price inputunu. Bunun type-ı nədir? Number. Bunu gedib eləyərsən date. İşte buradan date puşlayarıq içinə. Yaxşımı? Buradan bunu date eləyərik. Kateqorisi qalsın. Ondan sonra bunun burada bir dənə textari. Sən textari istəmirəm, zəhmət olmasın normal olaraq. Input kimi işləyə bilirsən. ISO input kimi işlə. Başqa nə var idi? Title'dır, date'dir, kateqoridir, production'dır. Bir dənə də image var idi. Düzdürmü? Bir də ikinci şəkildə bura date'in altına yox, title'ın altına. Callspan 2. Bunu bir dənə alta kopyala. Bura news image yaz. Burada placeholders adı var. Product image. Şu title'dır, image'dir, kateqoridir, date'dir, description'dır. Bu qədər bəsimizdir daha, düzdürmü? Ondan sonra buna basanda nə etməlidir? Getməlidir. Nəyə basanda? Add product. Bunun type-ının submitini zəhmət olmasa gedin, yığışdırın. Çünki sizdə refresh atacaq. Əgər type submit qalsa avtomatik olaraq. Bura bir dənə on klik verirsən ki, nə? Handle post işləyəcək bizdə. Handle post işləyəcək bizdə. O da nə edəcək? Script admin JS-də gedib deyirəm ki, window nöqtə handle post bərabərdir. Yenə send async işlə. Biz indi post eləyəndə nə etməliyik uşaqlar birincisi? Inputlarımızı götürməliyikmi? Nəyin içində inputlarımızı götürməliyik? Baxaq görək etdiyimizin adı nədir? Bu formun içindəki. Forma bir dənə ID verirəm. Bu niyə formdur? Olsun form. Tamam. ID verirəm. Bunun adı olsun. Form verirəm. Elə formun özünü də gəlib götürə bilərdim. ID istəyirəm form olsun. Çox da önəmli deyil. Gedərəm bir dənə script admində. Query selector. Belə yox, belə. Bura bir dənə yazaram nə? Form yazaram. Qabağına bir dənə bundan qoyaram. Bundan qoyaram. Bir də bura form yazaram. Bir də ondan əlavə fikir verin millət. Bizdə inputlardan əlavə nə var? Selectimiz var. Bunun da prinsipi nəyini gedib götürməliyəm? Bunun da value'sunu gedib götürməli deyirəm. Gedin baxın görün o selectim hardadır. Baxın kateqori ID-li bir dənə selectim var. Gedin onu da götürməlisiniz axı. Çünki o input deyil. Bunun içində gəlməyəcək. Onun da value'sunu götürmək üçün buradan təyin eləyirəm. Ondan sonra altda bir dənə function yazaram mı? Function getVal. GetVal deyə bir dənə function yazaram. GetVal function hələlik mənim üçün loqa versin ki, nə loqa versin millət? Şeyləri formla formu versin. O bilsin olsa bilir ki. Dalı ilə də şey verə bilsən. Neydi select'im? Kategori. Görək necə işləyir. Baxaq. Onsuz da inputları versə bəs onsuz da bilir ki. Aha. Formu verdi bizə. Biz formun içində nə lazımdır bizə? Onu yazmaq yadımızdan çıxıb. Input, query selector nə lazımdır bizə?
Düzdürmü? Bir dənə də baxaq. Vəsə. Inputlarımız məndədir. Polm olaraq məndədir hamısı. Baxın, bu 1-dir, bu 2-dir, bu 3-dür. Bu da description-dır. Bu da nədir? Kateqori. Gördünüz? İndi bunun içinə gedib yığarsan. Bax, birinci inputun name gəlir, image gəlir. Name-dir, image-dir, date-dir, description-dır. Name, image, date, description. Burada get valda bir dənə gedib deyərəm ki, const məndə value tuturam da, const məndə obyekt olacaq. O obyektim news'sa, yeni news olacaq. New news yazmıram da. News olacaq. Nə olacaq dediyim? Title'dır. Image'dir. Date'dir. Sonra nədir? Kateqoridən qabaq şey var idi. Nə var idi? Description'dır. Description. Bunlar inputlarımızdır. Inputlardan sonra da name var. Name var. Select. Yox, like this hə select'im. Neydi? Kateqori. Kateqorimdir. Aydındır. Bunun da adını, ikisinin adını kateqori qoymazdıq. Kateqori nə qoyum? Kateqori nə qoyum? Section qoyum. Kateqori section. Eyni də datada olanlar. Hə, contentdir. Başqa nəsə fərqli var? Like, dislike, view qoymalıyıq bir dənə. Tamam. Qoyduq, content də qoyduq bura. Ondan sonra nə? Like, dislike, view. Tamam. Like, dislike, view necə edəcək? 0 da, hamısı statik olaraq, düzdürmü? Getməyəcək. Elə bir obyekt olmayacaq. Bə nə eləmərsən bəli? Ya da ki, gedib, məsəl üçün burada parçalaya bilərsən, nisbətən daha əziyyətlidir. Yəni, servisin içini yormaq istəməzsən buna görə. Servisdə gedib deyə bilərsən ki, sən news gəlmir, tamam. O news'u parçalayanda altına statik olaraq like, dislike şey göndər, view göndər, 0 olaraq, bildiyin. Dəyər gəlmirsə 0 olaraq təyin elə göndər. Amma yəni eyni şey onsuz da burada yazırsan da, belə baxanda. 5 dəfə yazmayacaqsan ki, bu servisi bir. Həqiqi sorğuldur. Hikmət söndür də onu. Bu bizim nəylərimizdir? Formlarımızın idi da, inputlarımız idi. Düzdürmü? Form deyə tutmuşduq. Formların. Tamam. Bu sıfırıntısı olaraq gəlirdi. Bu birincisi idi. Bu ikincisi idi. Bu da neçəncisi idi? Üçüncüsü idi. Bu kateqori bizdə neydi? Kateqori sec.value idi. Content. Amma niyə bir content, bir description yazmışam? Bura bir dənə content qoyduq. Bunlar da statik olaraq 0 gedir. Nəsə var başqa? Super. Bunu bizə bu neyini return eləyir. Bunu bizə bu return eləyir news. Ondan sonra bu news'u da return eləyəndə sən buradan const news olaraq get deyən ki, sən mənə return eləyəsən bunu. Ondan sonra da nə eləyəcəksən? Create news yazırsan və news'u göndərsən buradan. Bir dənə indi gəlib baxsan görək problemi varmı, yox. Tamam. Getdin bunları, add news'a bastın. Əlavə elədin. Select, PC elədin. Bir dənə də image qəşəng qoyardıq da. Nə qoyardıq? News. Da. Bundan. Copy. Image adres. Tamam. Bir dənə də bundan qoyuram bunun içinə. Oy.
Yazmamış, bağlandı. Ha, bununla doldurum da. Ay, sağ ol. Niye bağlandı bu? Ha, bağlanma. Qırağa vurma. Add new product. News.content.size is not defined. Amma getdi düşdü. Yox, düşmədi. Düşdü nəsə? Əlavə olunmadı. News.cs-də biz nə olaraq göndərik? News content.size. Content.size niyə problem edirsən ki? Sən birinci bir dənə gedək şeyə baxaq da göndərəndə. Obyektimizə baxaq. News. Sən mənə konsol loqa news'u ver. Tamam, sonra göndər. Create news, get file. Nə səhv görürsünüz millət? Nə? Mən görürəm səhvi, millət. Mən görürəm səhvi. İnputlarımızı gedib tag olaraq post eləyirik, belə. HTML tagi kimi. Valuesuz, zadsız. Tamam. İndi hal-hazırda problemimiz çıxmaz inşallah. Ya Allah. Tamam. Ne oldu? News content slice. Yenə news content slice-da verdi. Bir də şey verir. Yenə bu zibilin submit adı var. Forum içində yazıblar deyə. Onu da şeyini yığışdıraq birinci. Harda yazmışdıq onu? Admində. Onun button hanı? Bu deyil. Button on click. İçində SVG var. Tamam. Burada bağlanır o. Burada. İçində klasımlası var. Klasdan əvvəl bağlanmır ki. Forumda problem var, millət. Forumu bir dənə gedək div eləyək məncə. Bir dənə hələ ki. Ha. Bir dənə. Tamam. Kateqori content. Burada nədir? Content, düzdürmü? Content'in sənə göndərir. Şu. News.content.size. Nə var ki orada news content'də? Gəl onu yığışdıraq. Görə indi nə verir? 0-dan 40-a qədər. Böyük ehtimalla 40 dənə şey yoxdur deyə. Yoxdursa elə verdi axıra qədər. Deyəcəm 40 dənə hərf yoxdur deyə verir. Bunu harada etibarən? Buradan etibarən sil. Ki kontentli zaddır. Ataq bura. Biraz işçi görsənsə də. Allah. Görə elə işləyirmi? İşləyəndən sonra bir çarə taparıq. Nə deyir? Sənə çox da fikir vermirəm. Millət əlavə olunmuşlar. Prost biz alta baxılmışıq. Baxın. Yox, əlavə olunurlar. Bildiyin gəsilək. Nə deyir? Silməyimiz işləyir. Sil. Tamam, yox, əlavə olunur. Bir dənə şurada əlavə olunur, bomba kimi. Bir dənə indi məsəl üçün əlavə eləyək. Deyək bundan. Çıx. Yenidən bax. Şu əlavə olunur. İndi ekranı refreshləməyimiz var. Millət, normalda nə edirdik? Gedirdik, eyni obyekti pushlayırdıq nəyin içinə? Array'in içinə. Düzdürmü? Hə, amma ki, sizdə bilirsiniz necə bir problem ola bilər. Məsəl üçün, sizdə getmədi, səhv getdi, obyekt, daha doğrusu servis əməliyyatında problem çıxdı. Tamam.
datada problem çıxdı deyim, datada çıxmadı. Tutaq ki, elə şeyin özü, serverin özündə problem çıxdı. Option sizə gedib çatmadı. Backendimizə getmədi. Database'imizə gedib çatmadı bağlı. Amma UI-da yenə də siz göndərirsiniz ona. Nəyi göndərirsiniz? Nəyi göndərirsiniz? Yəni UI-da yenə də həmin obyekti göndərsiniz ərəyə, onu çıxardır ekrana. Dataya gedib çatıb çatmamasından asılı olmayaraq, düzdürmü? Mən deyərəm ki, bizdə zaten servisdə create news eləyəndə axırda nəyi return eləyirik? Datanı. Bu data mənə nə qaytarır? Gedək baxaq. Bax, burada news eləyəndə bu nəsə mənə qaytarırsa bunu mənimsədərəm. Tutaq ki da, mənə nəsə qaytarır, nəsə. Bunu konsol loqa nəsə verdim. Mənə nəsə gəlir buradan. Görək nə gəlir. Bunda nə verəcək bizə? Əd elədim. Bu şeyindir. Böyük ehtimallı. Bu zibilin. Flowbyte. Əd elədim. Nə qaytardı mənə? Promise. Düzüm, nə qoymalıyam? Evet. Çünki yəni gözdə ondan sonra nəsə gələni qaytarma. Bir də baxıram. Oba. 57. 57-ci sətr. 57-ci sətr nə qaytarılmış mənə? Nə qaytarır uşaqlar? Birbaşa olaraq, bəli, post olunan produktı özümə return eləyirəm. Düzdürmü? Post olunan datanı. Yəni burada hər hansısa bir xəta baş versə, bu return mənə qayıdar. Qayıtmaz ki. Ona görə də buradan gedib deyirsiniz ki, elə bura mənə həmin bu newsum gəlir. Adını nə qoyaram? New kart gəlir də elə bil. Nə kart gəlir? Nə qoyaram adını? Nə qoyum? UI kart. UI news. Tamam. UI atacağım news gəlir. Ya da ki şey olaraq, return olaraq gəlir da. Return. Respond. Hə. Respond news. Respond news qoyaram. Gedib deyərəm ki, əgər mənə response news deyə bir şey gəlirsə, onu get neynə? Dataya push elə. Düzdürmü? Bunu getdin, push elədin dataya. Ondan sonra datanı nə edirsən? Bir dənə də print table işlədirsən. İşlədirsənmi? Daha notification adı qoymuruq millət. Özünüz bilirsiniz elə şeylər. Bir dənə gedib baxıram ki, zaryadkam qurtarır. Nə? Kim deyib dərsən? Tamam. Neynirəm? Yazdım da hər şey. Şu. İndi burada nə var? Gedirəm bir dənə, add eləyirəm, image eləyirəm. Image-də data image. Buydu, bayaqçı kopyaladım. Bunu, qalan da buraları doldur. Bir dənə date ver. Kategori seç. Description da yaz. Aha, description çıxdı buradan. Ver. Add eləyirəm. Add olundu. Gəldi düşdü. Gördünüz, refresh vermədən. Və əgər mənə datam qayıdıbsa, bunu ekrana əlavə eləyir. Tamam. Rəşdəsində keçən dəfə səndəki problemin şeydir, çözümlərindən biri budur. Belə eləmək olar. Məsəl üçün. Hə. Yox. Biz məsəl üçün bu obyekti atmışdıq. Tamam, biz bax biz bu obyekti atmışdıq. Bizdə inputlardan götürdüyümüz. İndi atdığım obyekt hansı obyekti? İndi postdan hansı obyekti göndərirəm? Return eləyəm. Mənə, yəni ki, servisdən gələni göndərirəm. Əgər əməliyyat uğurlu olubsa gələni göndərirəm. Başa düşdün? Hə. İndi millət bizdə şey var. Bunu da yazdıq, bomba kimi. UI tərəfdə, hə denən.
Bayaqki ilə bunun fərqi bilirsən nədir? Bayaq burdan inputlardan sən datanı götürürsən. Bu sənin həmin obyektindir, düzdürmü? Əgər bunu götürsən, yəni səndə datanın gedib serverə çatıb çatmamasından asılı olmayaraq nəsil? Elə. Datanın serverə çatıb çatmamasından asılı olmayaraq bu inputların içindən value-ları götürdük kül kimi gözəl şəkildə. Tamam. Dəxli var data çatdı, çatmadı. Obyektim əlimdə deyil. Bu obyektimi gedib UI-dakı, ekrandakı şeyə pushlayıram, dataya pushlayıram. Yəni orada xəta baş verdi, vermədi. Aydın oldu. Baş verdi, vermədi, bunu eləyirəm. Mən başa düşdün. Amma burada artıq məndə create news'dan qayıdan datanı pushlayıram. Create news'dan məndə burada servisdən data qayıdır axı. Tamam. Bu xəta baş versə bu data gəlməyəcək. Və gəlməsə də şeyə pushlanmayacaq. Tamam. Və bu məndə qarşısını alır ki, əgər serverdə nəsə xəta baş veribsə, ekrana da push demə. Burada da else-də məsəl üçün nə deyə bilərsiniz? Notification çıxar ki, serverdə error baş verdi, ona görə pushlamadı. Süperdirmi? Bəli. Burada məsələn şey də eləyə bilərsiniz. REST news gəlibsə, yenə elə bu normal news'u da pushlaya bilərsiniz. Əsas bizdə bu REST news'un dəyərini yoxlayırıq. Tamam. Varmı, yoxmu? Çox qurtardı, getdi. İndi millət, bizdə like-dislike məsələsi var. Tamam. UI-ya qaydanda, UI-dan indi məsəl üçün indeksə işləyəmiydi UI. Allah, nə yazıb bayacam. Nə deyəcəm? Nə deyəcəm, çəksən metrodu. Nəsə, bura indeks, query çox da önəmli deyil. Oranın indeksini yazsaq. Allah. Bu niyə belə? Bura ver də. Hə. Admini işləyəm, yox. İndeks idi bizdə. Hə. İndeksdə bura bir dənə kartları çıxartmaq lazımdır. Düzdürmü? Səndə burada problem var idi. Kartlar çıxanda o bir tərəfin işləmir. Görək bizdə də olurmu? Ola, nə deyim, ola bilər, vanilla, nə desə olar. İndeksdə məndə kartdan bir dənə də script admin yox. Nə admin yazaram? UI admin, normal. Indeks admin. Index script, daha doğrusu script index. Index script. Tabii script yazmışsa belə yazar. Script index. Nokta R'sı. Tamam. Burada indi script indeksdə nə etməliyəm? Bura gedib tullamalıyam. Script source JS'in içində script index type modul. Tamam. İkisinə də eyni skripti mənimsətməmsən. 100%. Bizdə gedib deyirik ki, burada məndə var idi kart hissəsi. Nə? Skript bəs nə? Sən bir admin səndə tamam başqa yerdir. Onsuz da səndə məsəl üçün UI-dakı adamın adminə getməyə şeyi yoxdur. Səlahiyyəti yoxdur, düzdürmü? Admin tam olaraq başqa yerdir. Bir dənə gedək bura, bunu çıxaraq. Gözləyin millət, hələ yığışmayın. Yəni ikisini də eyni əməliyyatdan necə yazmaq fikirləşsən? Bir dəfə fetchlə. Necə yazmaq fikirləşsən? Başqa indeks səhifələrindədir bunlar. Query-də göndərəsən bütün datanı. Belə bu qoydum. İndi gəl yenə tap. Adı neydi bayaq görmüşdük? News, nə bilim nəsə. News. Aha, deyir buradadır. Bax. Budur mu? Content news. Item date nə? Bizim kim yazmışsan? Kopya. Tamam. Bunu götürürəm. Burada da bunun ID-sini götürürəm. Bu gez bax.
Script index. Gedirəm const index document nöqtə get element by id nə content news. Ondan sonra deyirəm ki, function olacaq məndə get data function olacaq. Yenə const datanı götürəcək buradan. Datanı götürəndən sonra nə edəcək? Nə etməlidir millət datanı götürəndən sonra? Bizdə get all news'u işlətməlidir, düzdürmü? Necə işlətməlidir? Async await formada. Və bu da. Tamam. Ondan sonra burada da bir dənə function olmalıdır ki, səndə print news cards, səndə get, məndə datamı for each elə, bizdə Elcan adlarını nə qoymuşdu onların? Item. Tamam. Elə Gülçiman qoyub. Item nə etməlidir item? Content news'un nöqtə inner HTML-nin üstünə gəlməlidir bunu. Düzdürmü? Bu da işləməlidir burada. Bu da işləməlidir burada. Görürük ki, işləmir. Bilgi istəyən kimi. Gedir, baxırıq ki, bu xətan vermişdi səndə də. Servis. Ha, GST. Bu xətadır. Tamam. Ne yazdım? Şu. İşte. Çünkü bunu da let verməliyəm. Ya Allah. Hə. Allah'a şükür. Gəldi. İndi o biz tərəf deyirsən ki, getdi. Tamam. Buradan 4'ü sildik. Title 4 olanı sildik. Qayıtdıq hara? Index. Gördün? Gülçüm işləyir. İndi səndəki problemi baxarıq. İşləyir millət? Hə. Hal-hazırda ayrı admin panelimiz var. Oradan create'imizi, delete'imizi hamısını eləyirik. Burada da ayrı bir dənə nəyimiz var? Ayrı UI'miz var. Tamam. İndi inşallah bunu təkmilləşdirəcəklər. İndi bizdə məsəl üçün nə qalıb? Editdən başqa. Hə, edit heç. Editdə maraqlı temalar. Create-in özündə də maraqlı temalar var. Təzə temalar gələcək. Nə? Create olunmayacaq deyəndə bax. Bənə oradan Nəsib eyni data linkinin üstündə iş. Eyni API-nin üstündə. Bax, Nəsib, burada bax, getdim burada admin. Buradan əlavə bir şey yerləşdirdin. Tamam. Təzə xəbər yerləşdirdin. Şimdi bu qaqaş. Bu qaqaşı atdım bura ki, şəhərdə təzə bərbər tapılıb. Yeni xəbər. Tamam. Vüsal stili. Attım mı bura? Tamam. Bu arada buna da gedib deyirsiniz ki, inputları boşaltsından başqa inputları boşaltsın deyərsiniz. Inputları boşaltsın onu söz eləyə bilirsiniz də. Bir də ki modal bağlansın da zəhmət olmasa. Niyə belə görsənir? Modalın bağlanması üçün görək nə işlədir bu bizdə? Baxaq. Close modal hardadır? Modalı bağlayan. Close modal. Bax bu. Button. Button neynir? Data modal toggle crud modal. ISO data modal deyib bunu işlədir da. Gedək deyək ki, create button'ım da eyni şey işlətsin. De bu. Buna da desəm, görün bağlanır ha. Baxaq. Doldur. Hə, bağlandı. Süper, tamam. Baxıram, bax ikisi də gəldi, düşdü bura. Düşdümü? Fetch olundu, datada var. İndi mən buradan index səhifəmə qaydanda nə deyir? Fetch atır linkə. Hansı linkə fetch atır? Mock API-in buna.
Bax bura. 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 Bu datamın içində mənim əlavə elədiyim new produktlar var. Var. Deyib bayaqçı qaqaşın başına var. Gör nə boydadır. Hə, var. Onda varsa bu qaydanda index.age fetch atanda gətirməlidir həmin datanı. Şu da. İndi millət, buradakı like dislike məsələsi. Like dislike view 0 gəlir. İndi bunun like dislike var. Like da dislike da nə edəsiniz? Sıfır göp, sıfır olaraq getməlidir da, 100%. Yaxşı, like-ı basanda Elcan, hara göndərsən? Hə, bu detail səhifəsidir. Tamam, hələ detail səhifəsi. Allah, Elcan, index. Hə, like eləyəndə nə etməlidir millət? Fikirlərinizi alın. Yox ki, artmalıdır. Ay Allah, görə. Millət də artmalıdır deyir, başqa fikri olan. Belə buna basanda xəbər silinməlidir zad deyən var. Nəsib zad deyir, artmalıdır deyir. Artmalıdır, necə artmalıdır? 2-2, yox da zarafatsız. Nə etməliyəm? Nə əməliyyat eləməliyik millət buna? Tutdunuz məsələn nə deyirəm? Like eləyəndə rəşq nə etməlidir bizdə? Nə işlətməlidir? Necə artıraram like-ı? Özdə gedib datadan. Tamam, datada necə artıraq bunu? Tamam, nə verəsən? Hansı əməliyyat? Mən krad əməliyyatı deyil. Hə, krad əməliyyatı deyil. Edit. Hansını işlədərsən? Put patch. Bax, tutaq ki, getdin, gedək baxaq. Gedək baxaq. Şeydə, mock API-də göstərmir. Gedək baxaq da görək varmı, yoxmu? Bura basanda bu linkə deyirəm ki, patch ilə putun fərqi nə idi? Yəni, biz burada JSON olaraq göndərəndə, əgər burada put olsaydı, məsəl üçün, ID-mi dəyişəndə, ID-min içinə artıq, məsəl üçün, 3 göndərəndə, put olsaydı, bəli, bir dənə bu gedirdi. Gərək bütün digər hamısını yazardıq. Düzdürmü? Edit eləyəndə bu məntiqlidir. Çünki edit eləyəndə vurursan, səndə hamısı gəlməlidir zaten. Hamısını dəyişmək məntiqlidir. Amma bir dənə like-ı dəyişirsənsə, bunların hamısını təzədən inputdan götürüb eynisini yazmaq ora məntiqlidirmi? Deyil. Ona görə deyirəm ki, məsəl üçün, məndə neçənci newsun şeyi dəyişsin, like-ı dəyişsin. Bu neçənci, bax, Ivana Hevitdir, qaqaş. Ivana Hevitin ID-si nədir? 14. Mən deyirəm ki, nə atmalıyam bura bir dənə? Deməliyəm ki, editdə həm nə atılmalıdır, həm ID atılmalıdır, həm data. Deyirəm ki, bunun qaqaşın like olsun 13. Tamam. Vur sende. İşlədi 200. Ayda, ID niyə yazmışam mən bura? ID-sini 13 elədim bunu. Qaqaşı qaytar. Dəyişmədi, super. Əla işləyirmiş. ID-sini dəyişəmədi. Mən, millət, biriniz də demir ki, like artırasıyıq. Like, hə. Heç olmaz. Neynirəm? Nə qaytardı mən? 200. Baxıram alta. Like olmuş. Baxıram. Tamam. Bu sizdədir. Bu sizdədir. Neyim? Nə qardaş əməliyyatı da göstərmişəm. Nə? Nə vaxtda gəl, indi oturub 10 dəqiqəyə yazarsan sən bunu. Neynirsiz? Neynirsiz? Bax, neynirsiz? Bunların editini yazırsınız. Amma hələ mən yola vermişəm millət. Adam kimi qəşəng. Belə.
Bura qəşəng modalı zadı tulluyursunuz, mən kimi. Bax, bura modal tulluyursunuz, bura edita modal tulluyursunuz. Burada şeyləri çıxardın, normal. Mən dedim, əgər getməsə errorun pop-up'ını çıxardın. Pop-up'ı qoşmaq nədir? Gedirsiniz kitabdan bir dənə skripti qoşursunuz, oraya yazır ki, .notify bundan, .notify bundan. 3 dəqiqə. Qəşəng şəkildə qoşursunuz. Ondan sonra UI-nə hazırlayırsınız. UI-yə hazırlayırsınız. UI-da plus like, dislike hissəsini patch-lə qəşəng şəkildə yazırsınız və details səhifəsini də hazır edirsiniz artıq. Tamam. Mən artıq sən buranı hazır edib gəlməliydin admin panelinə. Eləməmisənsə sən iş artırmısan. Yaxşı, Rəşid. Hə. Və details səhifəsi basanda details səhifəm açılsın, zəhmət olmasa. Hardan göndərməlidir? Query-dən göndərməlidir, düzdürmü? Details səhifəm açılır. View-da da artıq like-dakı kimi məsələ deyil. Bura basanda patch-lə nəyi artırırsan, like artırmırsan bir dənə. Üstünə də basanda patch-lə view-ü niyə artırmırsan ki? Düzdürmü? Hər dəfə basanda view bir dənə artsın. Hər dəfə basanda view bir dənə artsın. Onu da patch-lə artırırsınız. İkisi də eyni əməliyyatdır tam olaraq. Copy-paste eləyəsiniz. Qurtardımı? Çox. Durursunuz, gəlirsiniz yanına. Saytın davamını yazırıq. Çox qəşəng hissələr var.